Larımızı salamlayıram. Strasbourg'a geldik. Bugün de ayın 19'u. Ayın 19'u noyabrın. Bugün de geldik Strasbourg'a. Güzel Strasbourg. Hava da güzeldir. İşlerimiz de güzel olacak inşallah. Ayın 19'u Strasbourg'da Avropa İnsan Hakları Məhkəməsində. Məhkəmədən Avropa İnsan Hakları Məhkəməsindən çıxdım. Görürəm bir vətəndaş Fransız dayanıb burada haqqını tələb edir. Mən tövsiyə verərdim ki, birinci Avropa İnsan Hakları Məhkəməsi və Avropa öz vətəndaşına qayğı göstərsin. Ondan sonra Azərbaycan dövlətindən səhv axtarsın. Onu anlamalıdır ki, Azərbaycan dövləti hüquqi bir dövlətdir.